Sualımıza baxaq. Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu soruşur. Sosial-iqtisadi tədbirlər, mədəni tədbirlər və ordu quruculuğuna, milli pul nişanlarının tədavülə buraxılması, bəli, 1918-ci il sentyabr ayında Bakı Bonu ya da manat tədavülə buraxıldı. Bu, həm də sosial-iqtisadi tədbirdir. Götürürük A variantını burada. Sonra Azərbaycan Dövlət Bankının milliləşdirilməsi, yalnız məktəblər milliləşdirilibdir və götürə bilmirik. Neft mədənləri və zavodlarının sahibkarlara qaytarılması, bəli, milliləşdirmənin ləğvi haqqında qərar verilmişdi. C, həm də sosial-iqtisadi sahədir. Variant doğrudur. Mədəni tədbirlər, birinci Ümumİttifaq Türkoloji Qurultayı ilə Ümumİttifaq sözündən də görünür ki, təbii ki, bu Cümhuriyyətə aidiyyatı yoxdur. Götürmürük. Əlifba İslahatı Komissiyasının yaradılması, bəli, belə bir komissiya yaradılmışdı. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Bakı şəhərinə köçürülməsi Bakıya deyil, Qazaxa köçürülmüşdü. Ona görə də C variantı yanlışdır. Ordu quruculuğu, Gəncə Hərbi Məktəbinin fəaliyyətə başlaması, bəli. Hərbi hissələrin idarəsinin mərkəzləşməsi üçün baş qərargah, bəli, 1919-un yayında Şeyx Zamanlı qardaşların rəhbərliyi altında yaradılmışdır və ordu quruculuğuna aiddir. Tatar Süvari Alayının təşkil olunması isə Birinci Dünya Müharibəsində Çar Rusiyası tərəfindən həyata keçirilmişdi. AXC-yə aidiyyatı yoxdur. Beləliklə 1A, C, 2, B, 3, A və B variantları düzgündür.